Salam dostlar, hamınızı xoş gördük. Uzun müddətdir ki, bu kanalda yox idim. Ümumiyyətlə, vaxtım olmurdu ki, YouTube-a video yükləyim. Deyərdim ki, son videomu bir ildən çox olaraq yükləmişəm. Və bu müddət ərzində dərslərimdən və işlərimdən başım qarışıq idi və buna görə də YouTube-a geri dönüş edə bilmirdim. Amma bu müddətdə müəyyən qədər şərhlərinizi oxuyurdum və harda olduğumu soruşanlar var idi, niyə video yükləmədiyimi soruşanlar var idi. Və bunları da nəzərə alaraq istədim ki, yeni bir video ilə geri qayıdım və biraz daha çox vaxtım olduğu üçün artıq YouTube-a daha müntəzəm davam eləmək istəyirəm. Və buna görə də bugün yeni bir video ilə geri qayıtdım və bugünkü videomuzun mövzusu karyeranızda niyə uğursuz olmağınızla bağlıdır. Ümumiyyətlə, bu mövzuda mənə həddindən artıq çox suallar gəlir və qərar aldım ki, elə bu video ilə bir geri dönüş edeyim. Ona görə də vaxt itirmədən başlayaq. Ümumiyyətlə, bu mövzuda mənə yazıb sual verən insanların hamısının ağlında bir fikir var. Mən çox çalışıram, amma istədiyimi əldə edə bilmirəm, işimdə irəliləyə bilmirəm və yaxud da iş tapa bilmirəm. Və avtomatik olaraq onların ağlında yaranan suallardan biri budur ki, bəlkə mən yetərsiz qalıram və yaxud da yetər qədər bilgim yoxdur və s. Bu təbii sualdır, çünki normal olaraq biz özümüz haqqında şübhələnməyə başlayırıq ki, bəlkə biz yetərli deyilik. Amma əslində məsələ biliklərimizlə bağlı deyil, daha çox yumşaq bacarıqlarımızla və yanaşmamızla bağlıdır. Və indi isə o problemlərə baxaq və onları necə həll edə biləcəyimizi nəzərdən keçirək. Mənə görə birinci problem hədəflərin dəqiq olmamağıdır və fikrimcə bu hamının böyük bir problemidir. Nəyə görə? Çünki mənə yazıb soruşan insanlar adətən nəyi soruşurlar? Fikirləşirlər ki, hansı sahələr daha sərfəlidir, hansı sahələrdə daha çox pul qazana bilənlər, hansı yaxşı şirkətləri var və s. Bu normaldır. Təbii ki, biz əgər işləyiriksə pul qazanmaq istəyirik, amma bizim bütün belə deyək, fikrimiz yaxşı şirkət və maaş olmalıdır. Eyni zamanda başqa faktorlar da var burada. Görəcəyimiz işdə nə qədər xoşbəxt hiss eləyirik və yaxud da karyera yolumuz həqiqətən istədiyimiz yoldurmu və s. Çünki yaxşı iş və yaxşı bir şirkət, yaxşı bir maaş hər şey demək deyil. Çünki əgər ola bilər ki, yaxşı bir maaş alırsınız, amma buna baxmayaraq şəxsi həyatla iş arasında böyük bir balansınız yoxdur. Necə? Olsun ki, çox yaxşı maaş alırsınız, amma həftə sonu işləmək məcburiyyətində qalırsınız, həftə içi işdən gec çıxırsınız və o aldığınız pulu xərcləməyə nə enerjiniz, nə də vaxtınız qalır. Məsələn, bu kimi situasiyalarla qarşılaşmamaq üçün məncə özünüzün sevdiyiniz bir işi tapmalısınız. İkinci məsələ isə hədəflərinizi dəqiq qurmalısınız ki, biləsiniz ki, hədəfiniz nədir? Hədəfiniz sadəcə yaxşı bir puldumu, yoxsa bir balanslı bir həyat istəyirsinizmi və s. Və bunu da mənə elə gəlir ki, həm şəxsi dəyərlərinizə uyğun bir formada eləməlisiniz, həm də ki, əldə etmək istədiyiniz hədəfləri qısa müddətli, uzun müddətli olaraq bölərək fikirləşməlisiniz. Qısa müddətdə nə əldə etmək istəyirsiniz, uzun müddətdə. Bu da ola bilər ki, 3 aylıq, 1 illik və yaxud da 5 illik bir hədəflər qoya bilərsiniz. Bunun əsasında irəliləyə bilərsiniz və beləcə daha dəqiq hədəfləriniz olacaq və nə istədiyinizi daha dəqiq biləcəksiniz. İkinci böyük problem isə özünüzü yaxşı tanımamaqdır və özünüzü yaxşı tanımamaq deyəndə xüsusən də güclü və zəif tərəflərinizi bilməməyi nəzərdə tuturam. Çünki bir çox insan universitetə girəndə fikirləşir ki, bu mənim sevdiyim fəndir və yaxud da ətrafdakı insanların təsiri ilə müəyyən bir ixtisas seçir. Bunun əsasında gedib nələrsə oxuyurlar və daha sonra bunun onlar üçün uyğun olmadıqlarını görürlər. Və yaxud da iş yerlərində bunu daha sonradan görürlər. Nəyə görə? Çünki insanlar adətən 17-18 yaşında universitetə müraciət edəndə və universitetə girəndə özlərini o qədər də yaxşı tanımırlar və bunları biz zamanla qəbul edirik və görürük ki, əslində bizim güclü və zəif tərəflərimiz tamamilə fərqlidir. Bir karyera yoluna başlamışdan əvvəl və yaxud da hədəflərinizə doğru gedən yolda fikrimcə güclü və zəif tərəflərinizi yaxşı bir formada tanımalısınız. Bunun üçün SWOT analizindən istifadə edə bilərsiniz. SWOT analizi nədir? Güclü və zəif tərəflərinizi görürsünüz burada, hansı imkanlar var, hansı problemlər ola bilər sizə, hansı bariyerlər ola bilər. Bunları dəqiqləşdirmiş olursunuz. Məsələn, mən data analitikəm. Data analitik olaraq mənim güclü tərəfim ola bilər ki, analitik bacarıqlarım güclüdür, yaxşı sual verməyi bilirəm, detallara diqqətim var və s. Amma zəif tərəfim ola bilər ki, bəlkə də mən insanlarla ünsiyyəti çox sevmirəm və ya da tək başıma işləməyi sevirəm və s. Yəni bunların əsasında dəqiqləşdirə bilərsiniz. Məsələn, əgər bir komanda idarə eləmək istəyirsinizsə və eyni zamanda introvert bir insansınızsa, bu sizin üçün çətin ola bilər və başqa bir sahə seçməyiniz daha doğru ola bilər deyə düşünürəm. Amma təbii ki, bu bacarıqlar zəifdir deyə zəiflik qalmır. Bunu hər zaman inkişaf etdirə bilərsiniz. Sadəcə dediyim kimi müəyyən təlimlərə, kurslara ehtiyac ola bilər və yaxud da özünüzü tanımalısınız və bunun üzərində daha fərqindəlik artıraraq işləməlisiniz. Mənə görə üçüncü ən böyük problem isə özgüvənsizlik və bacarıqların olmağıdır. Bu nəyə görə yaranır? Çünki insanlar universiteti bitirdikdən sonra və iş yerinə getdikdə görürlər ki, iş yerində əslində tamamilə fərqli bir mühit var və praktiki bir mühit var və praktiki mühit isə universitetdə olmur. Niyə görə olmur? Çünki universitetdə müəllimlər daha çox teoriyaya diqqət eləyirlər, amma iş yerində isə daha praktiki məsələlər var.
Və universitetdə isə praktika öyrənmək demək olar ki, mümkün deyil, əgər təbii ki, müəllim deyilsinizsə və s. Və buna görə də normal oldu ki, biz iş yerinə müraciət edəndə özgüvənsiz ola bilərik və yaxud da iş yerinə getdiyimizdə bilmədiyimiz çox şeylər ola bilər. Amma deyərdim ki, iş yerinə getdiyimizdə daha çox belə deyək, texniki biliklərdən çox, yəni əgər ixtisasınız üzrə işləyirsinizsə, texniki biliklərdən çox yumşaq bacarıqlarınızın əksiliyini hiss edə bilərsiniz. Yumşaq bacarıqları da deyəndə nəyi nəzərdə tuturuq? Bu ünsiyyət bacarığı ola bilər, komanda idarə etməsi, komanda ilə işləmə, vaxtını idarə etməsi və s. Bu kimi bir çox yumşaq bacarıqlar var. Bunu siyasi internetdə var, gedib axtarıb tapa bilərsiniz. Yəni soft skills yazmağınız yetərlidir ki, sizə yetəri qədərincə məlumat verilsin bununla bağlı. Deyərdim ki, bu bacarıqlar universitetdə öyrədilmir. Çünki nəyə görə? Universitet daha çox texniki bilikləri öyrədən bir yerdir. Və universitetdəki müəllimlərimiz də daimi olaraq akademiyada və universitetdə olduğu üçün o qədər də praktiki dünya ilə məlumatlı deyillər və yumşaq bacarıqlarla bağlı o qədər də məlumatlı olmurlar. O səbəbdən də deyərdim ki, yumşaq bacarıqlarınızı inkişaf etdirmək üçün onlayn kurslar götürə bilərsiniz. Başqa sizin kimi inkişaf etmək istəyən gənclərlə bir araya gələ bilərsiniz, kurslara, təlimlərə qatıla bilərsiniz ki, bu bacarıqlarınızı inkişaf etdirəsiniz. Yəni bir çox resurs var, kitablar da oxuya bilərsiniz, amma deyərdim ki, ən effektivi müəyyən kiçik təlimlərə qoşulmaq və bu formada müxtəlif yumşaq bacarıqlarınızı inkişaf etdirməyinizdir. Dördüncü və deyərdim ki, ən çox göz ardı edilən məsələlərdən biri mentorun və yaxud da bir yol göstərən bir insanın olmağıdır. Çünki biz çox çalışqan ola bilərik, çox yaxşı biliklərimiz ola bilər və yaxud da hər bir bacarığımız ola bilər. Amma olsun ki, bizə bir fərqli bir perspektiv lazımdır və yaxud daha təcrübəli bir insandan biz nələrsə götürməliyik, onlardan nəyisə öyrənməliyik. Ola bilər ki, siz kitablar oxuyursunuz, məşhur insanların haqqında oxuyursunuz, onların necə bir yol keçdiyini öyrənərək siz də o yola getməyə çalışırsınız və yaxud da özünüz bir yol tapmağa çalışırsınız, amma bu adətən çətin olur. Mentorun və yaxud da yol göstərən birinin olmağının rolu nədən ibarətdir? Elə bilin ki, siz qaranlıqda yol gedirsiniz, o sizə işıq tutur. Nəyə görə? Çünki sizdən daha təcrübəlidir və yaxud da karyera ilə bağlı yetəri qədərincə biliyi var və bilir ki, insanlar üçün nə uyğundur, nə də uyğun deyil və yaxud da sizin o uyğun olub olmadığınız şeyləri tapmağa çalışır. Və bu formada mentorun olmağı çox önəmlidir və mentor olduqda sizə bir xeyli dəstək göstərir və sizə belə deyək, düzgün yol xəritəsini qurmağa kömək eləyir, irəliləməyiniz üçün kömək eləyir və eyni zamanda sizə düzgün resurslar tapıb verir ki, başınız qarışmasın. Çünki internetdə bir çox resurs var, əldə edə biləcəyiniz resursların sayı limitsizdir və buna görə də mentor sizə doğru yolu göstərib, doğru resurslara çatdıra bilər. Elə bu yerdə sizin üçün çox əla bir təklifim var, ona görə də ekrana yaxın oturun. Məni Instagramdan izləyənlər yaxşı bilir ki, 2 ilə yaxındır Future Focus Training adlı şirkətin qurucusuyam və biz bu şirkəti ortağım Bikə Səttarla birlikdə qurmuşuq. Həm Bikə xanım, həm də mən Avropa və Qərb bazarının təcrübəsinə sahibik və biz bu təcrübəni Azərbaycan gəncləri ilə paylaşmağa çalışırıq. Və bunun üçün də biz karyera marafonları, fərdi mentorluq xidməti, data analitika, biznes analitika sahəsində bootcamp və fərdi kurslar təklif edirik. Və bugünkü videoda sizi karyera marafonu ilə tanış eləmək istəyirəm. Karyera marafonu bizim 50 günlük bir proqramımızdır ki, sizə karyera yolunuzu irəliləməyə dəstək olsun və sizi bir xeyli irəliyə aparsın. Bu marafon daxilində biz sizin güclü və zəif tərəflərinizi tanımağa kömək edirik, dəyərlərinizi sizi daha yaxşı tanış edirik, düzgün bir hədəf qoyub yol xəritəsi çıxardırıq. Daha sonra sizi onlayn kurslarla təmin edirik və bundan əlavə özümüz də həm yumşaq bacarıqlar formasında, həm də ki, fərqli sahələrdə olan mütəxəssislərlə birlikdə müəyyən təlimlər veririk və fərqli sahələrdən olan mütəxəssislər də həm Avropa, həm də Azərbaycan bazarında olan mütəxəssislərdir. Və bundan əlavə isə biz ən sonda LinkedIn, CV kimi və eyni zamanda intervyu kimi mərhələlərdən keçirik və sizə bu sayədə daha təcrübəli eləyirik ki, artıq iş bazarına daha yaxşı bir formada hazır olasınız və işə müraciət etdiyinizdə daha özgüvənli hiss eləyəsiniz, daha bilikli olasınız və hazır olasınız. Sizə özəl təklifim bundan ibarətdir ki, bu videodan getdiyinizi desəz əgər Future Focus Training səhifəsində belə deyək, qeydiyyatdan keçmək istəsəz bu karyera marafonu üçün 20% endirim əldə etmiş olacaqsınız. Fürsəti qaçırmayın, çünki bu ayın sonuna qədər qeydiyyatımız davam eləyir və aprel ayından etibarən isə ikinci karyera marafonumuza başlayacağıq. İndi isə videoya davam edək. Sonuncu məsələ isə tənbəllik və disiplinlə bağlıdır. Deyərdim ki, hamımız biraz da olsa tənbəllik və zaman-zaman motivasiyamız olmur, disiplinli davrana bilmirik və s. Həm iş axtarışında, həm də karyeranızda inkişaf eləmək istəyirsinizsə, daimi olaraq özünüzü inkişaf etdirməlisiniz. Çünki dünya bir yerdə dayanmır. 10 il bundan əvvəl mövcud olan peşələrin bəziləri artıq yoxdur və hal-hazırda mövcud olan bəzi peşələr gələcəkdə olmayacaq. Ona görə daimi olaraq özünüzü inkişaf etdirməlisiniz ki, iş bazarının geri qalanından daha fərqli olasınız. Və buna görə də disiplin çox vacibdir. Yəni, davamlı olaraq gün ərzində müəyyən bir vaxt ayırıb özünüzü inkişaf etdirməyə sərf eləməlisiniz. Gündəlik, həftəlik və aylıq planlar qurmalısınız ki, o hədəflər daxilində siz özünüzü daimi olaraq inkişaf etdirib, yeni bacarıqlar öyrənib
iş bazarında özünüzü fərqləndirə biləsiniz və bu çox-çox önəmlidir. Son olaraq isə əldə etdiyiniz ən kiçik inkişaf addımı üçün belə özünüzü mükafatlandırın. Yəni istirahət eləyin və yaxud da fərqli bir yerə gedin. Yəni özünüzü mükafatlandırın ki, beyniniz daimi olaraq motivasiyada olsun və daimi olaraq irəliləmək üçün, inkişaf etmək üçün nələrsə öyrənməyə həvəsli olsun və bu formada beyninizi məşq etdikdə bu zaman daha yaxşı bir formada inkişaf edə bilərsiniz və daha sürətli bir inkişaf yoluna girmiş olacaqsınız. Beləliklə kariyerada uğursuzluğunuza səbəb olan 5 dənə faktordan danışdıq və bu faktorların təbii ki, hər biri həll oluna bilən məsələlərdir. Baxmayaraq ki, yumşaq bacarıqlarımızın bir çoxu bizim xarakterimizdən də irəli gələ bilər. Amma bu o demək deyil ki, biz o yumşaq bacarıqlarımızı inkişaf etdirməyə bilmərik. Biz onları hər zaman inkişaf etdirə bilərik. Yəni bunu həm öz başınıza individual resurslar taparaq eləyə bilərsiniz və yaxud da mentor dəstəyini eləyə bilərsiniz və ya Future Focus Trainingə müraciət edərək xidmətlərimizdən istifadə edərək bu yolda daha rahat bir yol keçə bilərsiniz. Əgər videonu bəyəndinizsə, bəyənməyi, şərh yazmağı, dostlarınızla paylaşmağı və ən əsası kanala abunə olmağı unutmayın. Gələcək videolarda görüşənə qədər ümid edirəm ki, gələcək dəfələr üçün daha müntəzəm bir formada video yükləyəcəm və tənbəllik eləməyib disiplinli olacağam. Sağ olun, gələcək videolarda görüşərik.